Səttar Bəhruzadə, bizim Səttar. Yadındadır o. Bizim Səttar. Uşağın üstündə belə çəkir. Həmən o. O da Əmircanlıdır. Bizi ilə Nağdarana gedəndə cibindən paçka ilə 10'luq çıxardırdı. Ancaq qırmızı 10'luq verirdi. Bir də hadisə danışımda Səttar haqqında. Rəssam dostlarından birinin evində olur. Bir qız uşağı olur. Ay qızım gəl bura. Necəsən zat? Böyüyəndə nə olacaqsan filan. Bu sənə də suallar verir. Qız da deyir ki, mən piyanino çalmaq istəyirəm. Səttar da Nakitini bir dənə göz gezdirib evə görüb ki, heç yanında piyanino yoxdur. Səhər tezdən bir görüb ki, zvanok basılır, bir dənə fəhlə gəlib yekəpə. Deyir, sənə üçün deyib, piyanino yollayıblar, aşağıdadır deyir, Səttar Bəhruzadə yollayıb. Ən bahalı piyaninonu alıb, yollatdırıb bunun evinə, dostunun evinə, uşaqsın. Ki, uşaq istəyib, ürəyi istəyib onu. Bunlar ki, Səttardır da, desin. Səttar bizə nəqli şəkil bağışlayıb, indi bax ki, rəssamlar kim şəkil bağışlayır? Heç kim. Bir gündə deyir, diplom işini təndirin üstündə ağardılmış yerdə Babək üsyanını çəkir, diplom işini. Atama deyir ki, Yunus sən biz onun şəklini atam da fotoğraf edir güclü. Çəkkinə vermədən, atam sözsüz əlini verir ona. Sonra onun əsasında diplom işini çəkmişdi.